Din insanlara göndərilibdir, adamlara yox. Adam əgər insan ola bilməyibsə, artıq heç ona dini lazım deyil başa salmaq. Formal dindarlığın səbəbi nədir? Bəzi adamlar insan olmadan İslamı qəbul etdiklərinə görə o fəsadlar onların o dindarlığında da biruzə verir. İbadət İslamda təkcə hərəkətlərdən ibarət deyil. Bəlkə bir qədər də dərinə geçsək, bu cür insanları mən dələduz da adlandıraram. Əsas budur ki, insan ibadət eləyir. Sizcə bu yanaşma doğrudurmu? Quran-ı Kərimdə elə demək olur ki, əksər ayələrdə bütün mahiyyəti, məzmunu Quranın ondan ibarətdir ki, insan saf olmalıdır, bir üzdə olmalıdır, bir sifətdə olmalıdır. Biz elə eləməliyik ki, bax, ibadət məzmunu ilə bütünləşsin. İbadətdən əvvəl inanc şərtdir. İnanc mütləqdir ki, insanın birinci inancı sağlam olmalıdır. Hərəkətləri, uşaq sayağı təkrarlayırıqsa, əlbəttə ki, belə ibadət texniki olacaqdır və bizi dəyişməyəcəkdir. Müxtəlif dini titullar daşıyan adamlar var ki, baxırsan ki, bunun insanlığı yoxdur. Cəmiyyətdə kiməsə, nə isə göstərmək fikrinə düşdüyümüzdə dinin ruhuna yenə bilmirik. Bugün internet dövrüdür. Biz burada danışırıq bu istiqamətdə. Gedəcək o cavan adam qalxacaq interneti, tamam bizim əksimizə danışan bir adamı tapacaq, ona qulaq asacaq.